İranda yaşayan böyük İslam alimi Ayətullah Məhəmməd Məhəmmədi Reyşəhri Azərbaycanda səfərdə olub. 12-ci İmam Həzrəti Sahib Əz-Zamanın mübarək mövludu münasibətilə Bakıda və Tiflisdə keçiriləcək tədbirlərdə iştirak üçün İran İslam Respublikasından gələn qonaq çox sayda kitabın müəllifidir. Azərbaycanlıların yaxşı tanıdığı Mizanul Hikmət hədis toplusu da məhz bu alim tərəfindən yazılmışdır. İslam Azəri Az internet qəzeti bu böyük alimin gəlişindən istifadə edərək ondan müsahibə alıb. Bu günlər İmam Zaman əleyhissalamın mübarək mövlud günü ərəfəsinə təsadüf edib. Bu baxımdan imamın qeyb dövründə müntəzirlərin, yəni onu gözləyənlərin vəzifələri nədən ibarətdir? Bismillahirrahmanirrahim. Rəhman və Rəhim Allahın adı ilə. Həzrət Vəli Əsrin mövludu münasibəti ilə qonşu və dost Azərbaycan xalqını təbrik edirəm və istərdim ki, Allah Taala bizə İmam Zaman ağanın zühuruna zəminə hazırlayanlardan olmağımız üçün tövfiq versin. Bizim, yəni Əhl-i Beytə bağlı olan hər kəsin qeybət dövründə vəzifəsi çox ağır bir vəzifədir. Bir cümlə ilə demək olar ki, o ağaya məhəbbəti olan hər bir şəxsin vəzifəsi Həzrətin dünyavi hökuməti üçün zəminə hazırlamaqdır. Bunun üçün nə etmək lazımdır? Həqiqətdə o Həzrət nəyi gözləyir və nə üçün qeyb pərdəsi arxasındadır? Bunu bilmək lazımdır ki, o Həzrətin zühuru üçün labüd olan şərti mədəni müstəvidə ərsəyə gətirməliyik. Yəni biz bütün dünya cəmiyyətində o ağanın zühuru üçün sivil bir şərait yaratmalıyıq. Bunun üçün nə etmək lazım olduğunu Əhl-i Beyt bizlərə bəyan etmişdir. İmam Rıza əleyhissalam buyurmuşdur: Allah Taala bizim haqqımızı dirçəldənlərə rəhmət eləsin. Əhl-i Beytin haqqı isə onların dünya cəmiyyətinə rəhbərlik etmələridir. İmamdan soruşdular ki, sizin imamətinizi, haqqınızı necə dirçəldə bilərik? Buyurdu: bizim marifimizi öyrənib və öyrətməklə. Daha sonra imam buyurur: İnsanlar bizim sözlərimizin məntiq və gözəlliklərini görsələr, bizə itaət edəcəklər. Yəni həqiqətdə Əhl-i Beytin hökuməti üçün mədəni bir şərait yaratmaq, Əhl-i Beytin marifini yaymaq gərəkdir. Beləliklə biz bu marifin dünyaya yayılması üçün nə qədər çalışsaq, İmam Zaman ağanın zühuru üçün bir o qədər zəminə yaratmış oluruq. Ərz etdiyim kimi, dünya məntiq dünyasıdır. Yəni biz əqli cəhətdən şərait yaratmalıyıq. Azərbaycan xalqının dindar təbəqəsinə tövsiyələriniz nədən ibarətdir? Azərbaycan müsəlmanlarına tövsiyəm İslama olan mərifətlərini daha da dərinləşdirmələridir. İmam Əli əleyhissalam səhabəsi Kümeylə buyurur: Əncam vermək istədiyin hər bir əməl üçün mərifətə ehtiyacın var. Beləliklə, insanın mərifətsiz etdiyi hər bir əməli naqisdir və hər bir böyük işin müqəddəməsi mərifəti gücləndirməkdir. Azərbaycanlı bacı və qardaşlarıma İslam dininin marifini və xüsusən İslam cəmiyyətini xətərə sala biləcək amilləri tanıya bilmələrini nəsihət edirəm.